Təsəvvür edin, birdən-birə bir boşqabın və ya stəkanın çiliklənmə səsini eşidirsiniz. Bu səsi eşidən kimi bəzilərimiz dərhal deyirik ki, uğur gətirsin. Amma bəziləri də var ki, dərhal pis bir şey olacağından narahat olmağa başlayır. Yaxşı, bəs necə olur ki, adi gündəlik bir əşya haqqında bu qədər bir-birinə zidd inanc var? Gəlin baxaq, bu qəribə sirrin arxasında nə dayanır? Məsələ də elə budur. Baxın, bir tərəfdən deyilir ki, qabın sınması xoşbəxtlik əlamətidir. Amma eyni zamanda çox ciddi bir xəbərdarlıq da var ki, çatlamış qabdan heç vaxt yemək-içmək olmaz, bədbəxtlik gətirər. Yəni, eyni hadisə, amma iki tamamilə fərqli, bir-birinə zidd məna. Bu da bizi əsas suala gətirib çıxarır. Bəs hansı doğrudur? Və daha da maraqlısı, niyə belə bir ziddiyyət var axı? Gəlin, bu sirrin pərdə arxasına keçib cavabları axtaraq. Bu ziddiyyəti anlamaq üçün gəlin tamamilə fərqli bir bucaqdan baxaq. Bu, bizim gündəlik əşyalara olan baxışımızı bəlkə də kökündən dəyişə biləcək bir nəzəriyyədir. Deməli, bu nəzəriyyənin adı enerji informasiya fizikasıdır və bu nəzəriyyəyə görə gündəlik istifadə etdiyimiz o qab-qacaq əslində sadəcə cansız obyektlər deyil. Yox, deyilənə görə onlar bizim enerjimizi özlərinə hopdurur və zaman keçdikcə sanki bizim şəxsi vibrasiya tezliyimizə köklənirlər. Bax, bütün məsələnin açarı da elə bu fikirdədir. Bəs bu proses necə baş verir? Əslində çox sadədir. Düşünün ki, hər gün eyni fincandan çay içirsiniz. Zamanla o fincan sanki sizin enerjinizə öyrəşir. Onun öz vibrasiyaları sizin vibrasiyalarınıza uyğunlaşır və nəticədə fincan sizin şəxsi enerji imzanızla tamamilə yüklənmiş olur. Və işin daha da maraqlı tərəfi var. Bu nəzəriyə görə, əgər siz yaxşı əhval-ruhiyyədəsinizsə, sağlam və pozitivsinizsə, bu enerji birbaşa sizin yüklənmiş əşyalarınıza ötürülür. Hətta deyilir ki, belə olanda qablarınızın daha parlaq göründüyünü, sanki təmizlikdən işıldadığını hiss edə bilərsiniz. Yaxşı, bəs əksi olanda nə baş verir? Məsələn, stresli, qəzəbli və ya kədərli olduğunuz zaman həmin o mənfi enerji, o daxili titrəmə birbaşa sizin şəxsi əşyalarınıza, yəni həmin o fincanınıza və ya boşqabınıza keçir. İndi isə gəldik məsələnin ən heyrətamiz hissəsinə, yəni bu qabların sahiblərini necə qoruduğu iddia edilən mexanizmə. Bu artıq sadəcə enerji ötürülməsi deyil, daha artığıdır. Və budur, əsas iddia. Nəzəriyyəyə görə sizin boşqabınız və ya fincanınız o qədər mənfi enerji ilə yüklənir ki, artıq sizi bu yükdən qorumaq üçün özünü fəda etməyə qərar verir. Necə? Çatlayır ya da tamamilə sınır və topladığı bütün o mənfi enerjini məhv edir. Mənbə bu anı olduqca texniki bir dillə izah edir. Yəni bu sadəcə bir sınma deyil, bu zərərverici amilin kristal quruluşda boşalmasıdır. Başqa sözlə desək, mənfi enerji obyektin fiziki quruluşuna o qədər təsir edir ki, onu dağıdır. Deməli, qısacası sizin qabınız bir növ enerji təzyiqi klapanı kimi işləyir. O, yığılmış bütün mənfi enerjini utilizasiya edir. Və ən heyrətamizi odur ki, özünü məhv edərək sizin sağlamlığınızı potensial bir zərərdən qorumuş olur. Bu nəzəriyyə bəlkə biraz mücərrəd səslənir, elə deyilmi? Amma gəlin mənbədən gələn konkret və olduqca dramatik bir hekayə ilə bunu daha aydın şəkildə görək. Bu hadisə nəzəriyyənin praktikada necə işlədiyini göstərir. İndi hadisələrin ardıcıllığına bir diqqət yetirin. Qız səhər yeməyə hazırlayır, hər şey normaldır. Amma həmin vaxt anasından bir zəng gəlir. Amma necə zəng? Qəzəb, ağır ittihamlar, çox mənfi bir enerji. Qız da bu gərgin söhbətdən dərhal sonra omleti götürüb boşqaba qoyur və cəmi bir an sonra o boşqab heç bir fiziki təsir olmadan çilik-çilik olur. Yaxşı, bəs bunun izahı nədir? Mənbəyə görə boşqab anadan gələn bu güclü mənfi enerjini, yəni doğma zəhəri özünə çəkib. Sanki bir qalxan kimi bu zərbəni sahibinin bədəninə çatmamışdan əvvəl öz üzərinə götürüb. Mənbənin izahı daha da dərinləşir. Hətta biraz ezoterik bir hal alır. İddia olunur ki, boşqab sadəcə ümumi bir mənfi enerjini yox, həm də bu enerjiyə bağlı olan konkret bir proqramı dayandırıb. Bu, sanki ananın şuuraltı olaraq qızına yönəltdiyi dağıdıcı bir niyyət kimi təsvir edilir. Beləliklə, bütün bu nəzəriyyənin və danışdığımız hekayənin sonunda gəldiyimiz nəticə nədir? Bütün bunların dərin mənası nə ola bilər? Və beləcə, biz lap başlanğıcdakı suala geri dönürük. Sınmış qab niyə uğur gətirir? Çünki bu nəzəriyyəyə görə bu, sizin bir təhlükədən qorunduğunuzun işarəsidir. Qab sınaraq əslində sizi daha böyük bir bəladan xilas etmiş olur.
Və mənbənin yekun nəticəsi budur. Öz qabında yemək və ya içmək adəti sadəcə bir gigiyena məsələsi olmaya bilər. Bəlkə də bu sizinlə xüsusi bir enerji bağı olan, hətta sizi qoruya biləcək şəxsi bir əşyadan istifadə etməyin müqəddəs bir mənasıdır. Bütün bu izahat insanı bu fikir üzərində düşünməyə vadar edir. Bəlkə də ətrafımızdakı əşyalar düşündüyümüz qədər cansız deyil. Bəlkə də hər gün istifadə etdiyimiz o sevimli fincan həqiqətən də bizim qeydimizə qalır. Nə deyirsiniz? Bu barədə bir düşünün.